Belə bir sual var ki, 3.20 ötmək qadağandır nişanı və onun təsir sahəsində 1.5 qırıq-qırıq xətt çəkilib. Biz burada hansını üstün götürməliyik? Nişanı yoxsa xətti? Deməli, 3.20 ötmək qadağandır nişanı ötməni qadağan eləyir. Ötmək nədir? Yol hərəkət haqqında qanunun 1-ci maddəsində qeyd olunur ki, ötmə hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir. Deməli, burada ötmənin vacib şərtlərindən biri nə idi? Zolağı dəyişmək. Düzdürmü? Bu nişan, 3.20 nişanı, zolağı dəyişməyi qadağan eləyir. Yəni, ötmə qadağandırsa, sürücü zolağı dəyişməməlidir də. Zolağı dəyişməsən, ötmə yoxdur deməli. Ötməni qadağan eləyirsə, zolağı da dəyişməni qadağan elədi. Və 1.5 xətti ki çəkilib, qırıq-qırıq nişanlanma xətti. Həmin xətt zolağı dəyişməyi qadağan etmir. Şəkildə görürsünüz. Ötmə qadağanlı nişanı və yerdə qırıq-qırıq xətt. Nişan deyir ki, zolağı dəyişmə, qadağandır. Xətt deyir ki, xəttdə 69-cu maddədə yazılır ki, 1.5 xəttini istənilən tərəfdən kəsib keçmək olar. Deməli, xətt icazə verdi, nişan icazə vermədi. Yol hərəkət haqqında qanunun 61-ci maddəsində yazılır ki, nişanlar və nişanlanma xətti arasında uyğunsuzluq, ziddiyyət yol verilməzdir. Belə uyğunsuzluq, ziddiyyət varsa, təxirə salınmadan aradan qaldırılmalıdır. Və yol hərəkət haqqında qanunun 69-cu maddəsində belə bir cümlə var ki, nişanlanma xətti var. O nişanlanma xətti bu nişanın, 3.20 nişanının tələbini dəqiqləşdirməlidir, konkretləşdirməlidir. Təxminən belə deyir. Nişanlanma xəttlərindən həm müstəqil şəkildə istifadə olunur, həm də tələbini dəqiqləşdirdiyi və konkretləşdirdiyi nişanlarla birlikdə istifadə olunur. Deməli, bu xətt, qırıq-qırıq xətt, bütöv xətt olmalı idi ki, nişanın da tələbini müəyyənləşdirsin, dəqiqləşdirsin ki, o da qadağan eləsin ötməyi. Və burada qırıq xəttin olmamağı deməli, qanunsuzdur. Belə hala yol verilməməlidir. Əgər varsa da aradan qaldırılmalıdır. Bundan başqa, tutaq ki, xətt yoxdur. İndi deyək ki, kənd yoludur, çınqıl döşənmiş yoldur, ola bilər ki, təmir işləri gedən yoldur. Sadəcə olaraq ötmə qadağandır nişanı quraşdırılıb. Yerdə də heç bir xətt yoxdur. Yəni, xətt çəkmək mümkün deyil də o yolda. Bu halda necə? Həmin halda ötmə qadağandır. Nişanın tələbini üstün götürəcəyik. Amma əgər xətt varsa, xətt ötməni qadağan etmirsə, nişan qadağan eləyirsə, bu halda sürücülərə cərimə yazıla bilməz.